Zelenski ilə görüşməyə hazıram. Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici informasiya agentliklərinə müsahibəsində bildirib. Putin deyib ki, onun Zelenski ilə görüşü məsələyə nöqtə qoymaq üçün danışıqların son mərhələsində mümkündür. Ukrayna ilə danışıqları davam etdirməyə hazırıq. Mən hamı ilə, o cümlədən Zelenski ilə görüşməyə hazıram. Məsələ sənədləri kimin imzalayacaqdır, deyən Putin hüquqi komponentin Moskva üçün vacib olduğunu qeyd edib. Putin deyib ki, Ukrayna prezidenti 5 il müddətinə seçilir və onun səlahiyyətlərini uzatmaq üçün heç bir vasitə yoxdur. Əgər Ukraynanın birinci şəxsi qeyri-legitimdirsə, onda oradakı bütün hakimiyyət sistemi qeyri-legitim olur. Putin əlavə edib ki, Rusiya Ukraynadakı münaqişəni mümkün qədər tez, daha yaxşısı sülh yolu ilə bitirmək istəyir. O, Ukrayna ilə Rusiya arasında danışıqların yeni raundunun iyunun 22-sindən sonra mümkün olduğunu söyləyib.